Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Efirdə əsas məsələ tok-şousudur. Artıq 2016-cı il başa çatmaq üzrədir və hər il olduğu kimi Azərbaycan dövləti bu ildə iqtisadiyyat, siyasət, sosial, mədəniyyət, multikulturalizm, idman sahəsində konkret nəticələrin əldə olunması istiqamətində kompleks addımlar atıb, real nəticələr də var. Hər il olduğu kimi bu ildə Azərbaycan dövləti onun mərkəzində, onun siyasətinin ana xəttini məhz Azərbaycan vətəndaşının təşkil etdiyi və vətəndaşın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks addımlar atacağını bildirib və öz sözünə sadiq qalaraq bu istiqamətdə önəmli işlər gördük. Sosial layihələr həyata keçirilib və bu istiqamətdə də real nəticələr var. Eləcə də hər il olduğu kimi bu ildə ölkəmizin müəllifi olduğu regional və qlobal layihələrin reallaşdırılması istiqamətində Azərbaycan öz sözünü deyib, sözdə və əməldə bir olduğunu bir daha bütün dünyaya nümayiş etdirib. Əziz tamaşaçılar, bugün əsas məsələ tok-şousunda biz yalnız 2016-cı ildə əldə etdiyimiz nailiyyətlərə, uğurlara nəzər salmayacağıq. Biz eyni zamanda bu uğurlara aparan yola nəzər salacağıq. Azərbaycanın 25 illik şərəfli tarixinə ekskurs edəcəyik və mövzu ilə bağlı suallarımızı cavablandırmaq üçün studiyaya dəvət etdiyimiz qonaqları təqdim etmək istərdim. Bizim qonaqlarımız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi Ağacın Abiyev və Milli Məclisin deputatı, Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmailovdur. Hörmətli qonaqlar, xoş gəlmişsiniz. Studiyamıza, hörmətli auditoriya təşəkkür edirəm. Studiyamıza təşrif buyurmusunuz və ümid edirik ki, hər tok-şouda olduğu kimi bu dəfə də auditoriya öz aktivliyi ilə seçiləcək, fərqlənəcək. Hələlik isə biz istərdik söhbətə qonaqlarımızla başlayaq və Mübariz müəllim, istərdik ilk sualı sizə ünvanlayaq. Bugün dünyada 2000-dən çox xalq var və təxminən 200-dən çox dövlət. Yəni, hər xalq öz dövlətini yarada bilməyib, hər xalq bu sevinci yaşaya bilməyib. Amma Azərbaycan buna nail olub. Bax, istərdik ümumiyyətlə Azərbaycanın öncə bir dövlətçilik modelinə bir aydınlıq gətirək. Yəni, bu 25 il ərzində biz necə bir dövlət modeli qura bilmişik və bu dövlət modelinin fəlsəfəsi nədən ibarətdir? Öncə bu barədə zəhmət olmasa. Təşəkkür edirəm. Sovetlər İttifaqı çökdükdən sonra müttəfiq respublikalar müstəqilliklərini bəyan elədilər. Azərbaycan da dövlət müstəqilliyini bərpa etdi və biz dövlət müstəqilliyimizi bərpa edəndən sonra qarşımızda bir neçə vəzifə dayanırdı. Ən mühüm vəzifə ondan ibarət idi ki, Azərbaycanın müstəqil dövlətinin quruluşu müəyyən olunmalıydı. Biz hansı dövlət sistemini qəbul edəcəyik? Yəni, model müəyyən olunmalıydı. Təbii, birinci biz Sovetlər İttifaqından ayrılırdıq və Sovetlər İttifaqının dövlət idarə modeli tamamilə totalitar bir sistem idi. İctimai mülkiyyətə əsaslanan dövlət idi. Aydın məsələdir ki, həmin model özünü doğrultmadığına görə Sovet İttifaqı çökmüşdü, həmin modeli davam etdirmək olmazdı. Yeni bir model müəyyənləşdirməliydik ki, hansı dövlət idarə formasını seçirik və müstəqillik haqqında da Xalq Cumhuriyyətinin tarixi nəzərə alınaraq, Xalq Cumhuriyyətinin tarixi nailiyyətlərini və onun bir varisi olan dövlət kimi biz sosial, iqtisadi, siyasi modelimizi müəyyənləşdirməliydik. Amma təbii ki, Xalq Cumhuriyyəti modelini tamamilə indiki dövrdə tətbiq eləmək mümkün olmazdı və müstəqilliyin ilk illərində siyasi hakimiyyətdə olan dairələr bu müstəqilliyin tarixi vəzifəsini, tarixi missiyasını kifayət qədər ya dərk edə bilmirdilər, ya həmin vəzifəni həyata keçirməyə qadir deyildilər. Yəni, bunun üçün həm xalqın lideri olmaq, həm dünyada gedən prosesi dərindən bilmək, eyni zamanda gələcəyi yaxşı görərək strategiyanı müəyyənləşdirmək lazım idi. Ona görə biz istiqlalın ilk illərində o tarixi missiyanı, tarixi vəzifəni reallaşdırmaqda lənglik oldu. Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həmin strateji vəzifə istiqamətində addımlar atıldı. Birincisi, dövlətin siyasi modeli müəyyənləşdirildi və bu 1995-ci il konstitusiyasında tam şəkildə təsbit edildi. İkinci vəzifə, xalqı bütövlükdə vahid bir ideya ətrafında birləşdirmək lazım idi. Çünki heç bir dövlət müəyyən bir ideya olmadan yaşaya bilməz. Siz bayaq qeyd elədiniz, statistika müxtəlif tür rəqəmlərlə bunu izah eləyir. 2000 də var, 5000 deyən də var, hətta bəzi etnoqroflar hesab edirlər ki, 8000-ə qədər xalq var. Həqiqətən də dünyada heç də hər xalqın dövləti yoxdur və dövlətin olması
Həmin xalq üçün Ulu Öndər Heydər Əliyevin qeyd elədiyi kimi müstəqillik bizim tarixi nailiyyətimizdir, xalqın nailiyyətidir. Qısaca nə demək istəyirəm? Deməli, ikinci mühüm vəzifə dövlətdə mövcud olan milləti, xalqı birləşdirən bir ideya. Bu ideya Azərbaycançılıq. Ulu Öndərin müəyyən elədiyi ideyadır. Bu ideyanın tarixi əlbəttə əvvəlki əsrlərə gedir, amma onu praktik olaraq dövlət siyasətinə, dövlət ideologiyasına çevirmək Ulu Öndərin tarixi xidmətidir. Özdə üzr istəyirəm Mübarizə müəllim, yalnız dövlət daxilində deyil, yalnız vətəndə yaşayan Azərbaycanlar, dünya Azərbaycanlarının bir ideologiyasına çevrilir. Mən onu demək istəyirəm ki, yəni Azərbaycançılıq bütün dünyada olan Azərbaycanlıların ideologiyası kimi formalaşdı və bugün də bütün dünya Azərbaycanlılarını birləşdirən vahid bir ideyadır. Tarixi vəzifələrdən biri də ondan ibarət idi ki, biz milli mənəvi dəyərlərimizi, xalqımıza xas olan xüsusiyyətlərimizi və öz tariximizi kifayət qədər mənimsəməli və gənc nəslə verməli idik. Təhsilimizdə böyük dəyişikliklər eləməli idik. Həmçinin xarici vektorları, xarici siyasət vektorlarını, hədəfləri müəyyənləşdirməli. Bizim xarici siyasətimizin sərhədləri, hədəfləri eyni zamanda bizim məqsədimiz haraya qədərdir? Bizim maraqlarımız var. Burada isə bir nüansı qeyd edeyim ki, biz bir başqa respublikalardan nə ilə fərqlənirdik? Biz onunla fərqlənirdik ki, biz bunları edərkən biz Ermənistan tərəfindən təcavüzə məruz qalmışdıq. Müharibə edə-edə biz bunları yerinə yetirməli idik və bizim üçün bu mürəkkəb. Daxildə baş verən qarşı durmalar, vətəndaş müharibəsi. Tabii, daxildə mən indi Ulu Öndərin 6 mühüm prinsipi var, dövlətçilik prinsipləri var. Bu prinsiplərin biri də vətəndaş həmrəyliyidir. Həmin vətəndaş həmrəyliyi məhz Ulu Öndərin sayəsində demək olar ki, praktik olaraq həyata keçirildi və vətəndaş sülhünə biz nail olduq. Mən nəyə qayıtmaq istəyirəm? Dövlət quruculuğu və bu vəzifələri yerinə yetirərkən əlbəttə burada vəzifələrdən biri də Ermənistanın davam edən təcavüzünü dayandırmaq və müstəqil dövlət quruculuğunda qarşımıza qoyulmuş vəzifələri, sosial, iqtisadi, siyasi, mənəvi vəzifələri tədricən həyata keçirmək. Buna da biz nail olduq. O istiqamətlər üzrə suallarımız olacaq və açığı biz çalışdıq ki, verilişimizdə elə şəxslər iştirak etsin ki, elə mütəxəssislər iştirak etsin ki, onlar həm 90-cı illərin əvvəllərində baş verən prosesləri nəinki gözlərilə görüb, ictimai-siyasi proseslərdə aktiv iştirak ediblər və eləcə də bugün, yəni müstəqilliyimizin bu günündə ictimai-siyasi proseslərdə öz rolu ilə çəkilir. Və Siyavuş müəllim, Mübariz müəllim qeyd etdi ki, dövlətçilik modelinin əsası qoyuldu, ümumilli lider bu modelin əsas istiqamətlərini müəyyənləşdirdi. Burada ilk növbədə sabitlik, burada eyni zamanda ideoloji xətt, burada eyni zamanda təhsil. Təbii ki, bu istiqamətlər çoxdur və əsas məqamlardan biri də məhz hüquqi bazaya toxundu. Bax, hüquqi bazanın formalaşdırılması və müasir günümüzə çatdırılması istiqamətində atılan addımların qısa bir xronologiyasına və yaxud da görülən işlərin mahiyyətinə bir varsaq, düşünürük ki, yerinə düşər. Biz həm 2016-nın gözü ilə həminki dövrə baxanda, həmçinin 90-cı ilin gözü ilə 2016-cı ilin nəzər salsaq, görərik ki, Azərbaycan hansı vəziyyətdən hansı vəziyyətə gəlib çıxıbdır. Yəni, müstəqillik əldə edən ölkələrin, böyük Sovet imperiyası dağıldıqdan sonra əldə edən ölkələrin içərisində ən acınacaqlı müstəqillik Azərbaycana nəsib oldu. Qarşıdurmalar və torpaqların işğalı və torpaqların bir-birinə ötürülməsi və bunun hesabına hakimiyyətə gəlinmə məsələsi, bütün bunların hamısının biz şahidi olduq. 93-cü ilə qədər ki, milli lider hakimiyyətə gəldi. Hakimiyyətə gəldikdən sonra konkret olaraq bir parlament nizam intizamı yaratdı. İlk növbədə bundan başlanıldı. Bəli, çünki qanunvericilik bazası olmasa, dövləti başqa cür idarə etmək mümkün deyil. Dövlət qanunla idarə olunmalıdır. Burada isə qanun qəbul olunmurdu. Burada ancaq dedikodu, söz-söhbət, bir-birinə qarşı təhqir, bir-birinə qarşı ittiham və demək olar ki, bir Azərbaycan parlamenti hər hansı bir Bakının bir çayxanasından fərqlənmirdi həminki vaxtı. Hamı şahid idi. Hər kəsin əlində bir siqaret oturmuşdu parlamentin binasında, parlamentdə və bu cür Azərbaycan parlamenti formalaşdırmışdı. Və nəticə itibarilə bütün bunları aradan qaldırdığımızda konkret qərarlar qəbul olundu. Artıq parlament peşəkar fəaliyyətə başladı və 95-ci ilin konstitusiyasından sonra həm proporsional, həm majoritar qaydada seçki keçirildi, demokratik seçki keçirildi. 125 nəfərdən ibarət
parlament üzvləri seçildi və Azərbaycanın gələcək inkişafı və perspektivləri ilə bağlı olaraq konkret qərarlar qəbul olundu. Dövlət çevrilişlərinin qarşısı alındı. Hansı ki, vaxtı ilə buna rəvac verən parlament artıq formalaşdıqdan sonra birbaşa qanunlarla bu dövlət çevrilişlərinin qarşısını almaq üçün qərarlar qəbul Və əsas məqsədlərdən biri də əlbəttə Azərbaycanın beynəlxalq arenada olduğu kimi tanıtmaq. Bu istiqamətdə etiraf edək ki, çox böyük vaxt itkisinə yol verdik. Hansı ki, bugün də həmin problemlərin aradan qaldırılmasına çalışırıq. Qlobal səviyyədə və o problemlərin böyük bir hissəsini aradan qaldırmışıq. Böyük bir ölkələrlə bizi düşmən elə, bizi ən ətrafımızda olan dövlətlərlə, İranla, Burada etiraf edək, Rusiya ilə, erməni Çin lobisi və ilə, diaspora öz rolunu oynayır. başqa hətta Orta Asiya, bizə ən yaxın olan Orta Asiya dövlətləri ilə bizi düşmən etmişlər. Demək olar ki, Azərbaycan tam belə bir blokada bir Təcrid olunmuş vəziyyətdə. Bax, Səməd müəllim, bugünkü əgər biz baxışlarla, yəni tariximizə baxsaq, 25 il əvvələ boylansaq, keçirilən tarixi inkişaf yoluna nəzər salsaq və Azərbaycanın beynəlxalq miqyasda tanıdılması istiqamətində atılan addımları analiz etsək, nəyin şahidi olaraq və bugün Azərbaycan necə tanınır dünyada? Kollegalarımın fikirlərinə şərik olaraq deməliyəm ki, Azərbaycanın ilk addımları nəinki çətin bir durumda baş verirdir. Ağla sığmaz dərəcədə faciəvi və heç bir, Siyavuş müəllim bunu qeyd elədi, heç bir bəlkə də ölkənin mövcud olmayan bir mühitdə formalaşmağa başladı. Bax, bir anlığa təsəvvür edin. Azərbaycan işğal altında qaldığı halda bizim müstəqilliyimizin ilk illərində bütün dünyaya Azərbaycanı işğalçı kimi təqdim etməyə başladılar. Azərbaycan öz torpaqları uğrunda fikirləri başqa ölkələrə çatdırmaq istiqamətində fəaliyyət göstərməyə başlayanda, başqa ölkələr bizə, misal üçün Amerika Birləşmiş Ştatları, məşhur qadağaları, 907-ci qadağanı qoydu. O 907-ci qadağa tam başdan ayağadır. Yəni, Azərbaycanı işğalçı kimi, Azərbaycanı hansısa problemlər yaradan bir ölkə kimi təqdim etmişdir. Ancaq bu da kifayət deyil. Doğrudan da bütün qonşu ətrafda olan ölkələrlə bizim münasibətlərimiz sıfır dərəcəsinə enmişdir. Ona görə ümumilli liderin Mübariz müəllim dediyi fəlsəfə yalnız daxili siyasəti və iqtisadiyyəti inkişaf etdirən bir fəlsəfə deyil idi. O, Azərbaycanı ölkələr içərisində ən güclü, ən gözə çarpan bir ölkəyə çevirən bir üsul idarəsidir. Və mən sizə bir misal deyim. Bax, burada qeyd olundu, kollegalar da qeyd elədilər, biz müstəqilliyi əldə elədik. Ancaq məhz ümumilli lider deyirdi ki, müstəqilliyi əldə etmək çətindir. Onu qoruyub saxlamaq həddindən artıq böyük bir problemdir. Və biz bugün görürük ki, 2000-mi, 5000-mi, 8000-mi millətlərin hansıları isə 200-ə yaxın dövlət yaradıblar. Ancaq o 200 yaradılmış dövlətin içərisində də dırnaq arası dövlətlər də var. Bax, faciə bundan ibarətdir. Sən dövlət yaradasan, Sözdə yaxud da hətta Birləşmiş Millətlər Təşkilatının üzvü olasan, ancaq müstəqil dövlət olmayasan, hansısa başqa ölkənin forpostuna çevriləsən və ümumiyyətlə beynəlxalq arenada öz imzanın sahibinə çevrilməyəsən. Bax, Azərbaycanın Heydər Əliyev tərəfindən yaratdığı fəlsəfə məhz Azərbaycanı müstəqil, söz sahibi və imzalar içərisində imzanın gücünü göstərən bir ölkəyə çevrilmişdir. Bax, bu istiqamətdə, Səməd müəllim, siz həmin tarixi proseslərin canlı şahidisiniz. Hansı çətinliklər ortaya çıxırdı? Ən böyük çətinliklərdən biri ondan ibarət idi ki, və bugün biz 16-cı ilin, misal üçün, yekunları haqqında danışanda, müsbət nəticələr haqqında danışmaq, biz dərk eləməliyik ki, bu 16-cı ilin uğurları, ümumiyyətlə müasir uğurlar öz-özünə yaranmır. Bunun kökü, əsası var. Və bunun kökü, əsası dediyimiz kimi ümumilli liderin fəlsəfəsindəndir. Çətin məsələlər ondan ibarət bir-bir sadalamaq olar. Dünyada Azərbaycana qarşı buzu sındırmaq, psixoloji bariyeri sındırmaq, dünya Azərbaycanlılarını birləşdirmək, Azərbaycanın haqq sözünü dünya səviyyəsində, beynəlxalq təşkilatlar səviyyəsinə çatdırmaq və bu istiqamətdə elə bir fəaliyyət göstərmək ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünə layiq yeri tutsun. Bugün Azərbaycan Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının üzvü kimi artıq tarixə öz imzasını yazdı. 11-ci, 12-ci, 13-cü illər üçün. Ən böyük nailiyyətlər, təsəvvür edin, 200 ölkəyə yaxın içərisindən 155 ölkə Azərbaycana öz müsbət fikrini bildirib və Azərbaycanı seçdi. Görülən işlərin real nəticəsidir. Bəli. O çətinliklərlə bağlı dedi, Səməd müəllim onları sıraladı. Bizim müstəqilliyin ilk illərində və bundan sonra bir neçə illər hələ ən böyük problemimizin biri o idi ki, əhalinin müəyyən bir hissəsi müstəqilliyə inanmırdı. Müstəqil yaşamaq deyim sizə. Nə var idi bax o inamsızlığın kökündə? Bax, çox böyük psixoloji bir amil var idi burada. Nə idi bu? Deməli, müstəqilliyi əldə elədik siyasi baxımdan. Hətta BMT-nin üzvü olduq. Sonra Ulu Öndərin qayıdışından sonra iqtisadi çətinlikləri aradan qaldırmaq üçün davamlı siyasət həyata keçirilirdi. Nostalji qalmışdı köhnə dövrlə bağlı. Eyni zamanda ilk dövrlərdə ki, o siyasi hakimiyyət çəkişmələri var idi. Silahlı yolla hakimiyyətə cəhdlər və s. iqtisadi ağırlıqlar, Ermənistanın təcavüzü, bütün bunlar cəmiyyətin müəyyən hissəsində sual yaradırdı ki, müstəqillik budurmu? Budursa, bu bizi yaxşı yerə aparmırsa, bunu saxlamağa ehtiyac varmı? Bu formada özünə inamsızlıq yaranırdı insanlarda. Baxmayaraq ki, Sovetlər dönəmində 20 yanvar hadisələri, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi var və böyük mübarizə var, insanların öz milli müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizəsi var idi. Həmən dövrü mən özüm o dövrü yaşamış bir insan kimi, həmən dövrdə insanlarda müəyyən ruh düşkünlüyü var idi. Həm də qorxu var idi. Bax, bunlar İlk illərdə baş verən bunu terror hadisələri. sındırmaq lazım idi. Bunu sındırmaq üçün xalqı öz arxasınca aparıb, zamanı qabaqlayan qərarlar verməyə qadir lider lazım idi. Bax, belə bir lider, Heydər Əliyev kimi bir lider, Azərbaycan xalqında yaranan o ruh düşkünlüyünü sındırdı. Bugün, məsələn, biz rəy sorğuları keçirsək, 99,9% müstəqilliyi nəinki müdafiə edir, onun üçün özünü fəda eləməyə hazırdır. Artıq ideologiya dəyişir. Təbii. Yanaşma dəyişir. Bunlar, bax, bu nüansı mən indi Səməd müəllim danışanda, Siyavuş müəllim də orada bəzi məqamlar deyəndə, mən özüm üçün fikirləşdim o sualın arxasında ki, çətinliklərdən biri nə idi? Çətinliklərdən biri, bax, həmin o mənəviyyətlə, psixologiya ilə bağlı. Səməd müəllim psixoloqdur, özü bilir. Psixoloji amil çox böyük rol oynayırdı. İnsanların o psixoloji amili məsələsi, ona görə Ulu Öndər, xatırlayırsınızsa, 97-ci ildə çıxışlarında dedi ki, Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir. Yəni, artıq o mərhələni biz arxada buraxdıq. Məsələn, biz indi keçid dövrünü də arxada buraxmışıq, artıq keçid dövründən danışmırıq. Amma orada artıq psixoloji bir keçid var idi ki, onu da aşa bildik. Siz mühacir müəllim, biz niyə məhz 25 illik müstəqillik yoluna nəzər salmaqla başladıq öz verilişimizə? Çünki çətinliklərin nədən olduğunu bilmədən bugünkü dövrün qədrini bilmək mümkün deyil. Yəni biz haradan hara gəlmişik, bu suala cavab vermək üçün o çətinlikləri qarşıya qoymalıyıq. Və indiki nəsil də bilməlidir ki, birdən-birə, Səməd müəllim çox düzgün qeyd ki, birdən-birə bu nəticələr təbii ki, ortaya gəlməyib. Məsələn, tutaq ki, biz bugün strateji yol xəritəsindən danışırıq və bu yol xəritəsi nəinki 5 il, 10 il, 20-25 il bundan sonraki prosesləri artıq özündə əks etdirir. Bu inam haradan qaynaqlanır, bu istək haradan qaynaqlanır və bu strateji yol xəritəsi necə ərsəyə gəlir? Çünki həmin çətinlikləri arxada qoyan bir xalq buna qadirdir. Hətta təhlükə altında olan Azərbaycan bugün Avropanın təhlükəsizliyini təmin edən ölkəyə çevrilir. Və çox önəmli bir məsələdir. Yəni, Azərbaycanın dövlətçilik modelinin özəlliyi və çox mühüm məqamlardan biri ondan ibarətdir ki, burada bütün işlər paralel aparır. Təsəvvür edin, həmin dövrdə, çətin dövrlərdə həm dövlətin daxili siyasətini formalaşdırmaq, qanunvericilik bazasını formalaşdırmaq, amma eyni zamanda idmana da diqqət ayırmaq, eyni zamanda idman siyasətində uğurla həyata keçirmək. Ağacan müəllim, bax, həmin dövrlərdə Azərbaycan idmanının keçdiyi bir tarixi yola bir nəzər salaq və ümummilli liderin Azərbaycan idmanının bugünə gəlib çatmasında önəmli bir payına toxunaq. Çox düz qeyd edirsiniz. Azərbaycan idmanının bugünkü səviyyəsini mən bu gün də çıxış edirdim ki, Ulu Öndərimizin burada çox böyük rol olmuşdur. Və bu rol 1994-cü ildə bu hadisələrdə gənclərin inkişafı üçün, gənclərin gələcəyi üçün,
ulu öndərimiz çox gözəl fikirləşmişdi və vaxtilə bizim gənclərimizin rəhbərliyi komsomolda idi, pioner təşkilatlarında idi. Yoxdur. Heç bir təşkilat yoxdur. Gənclərimiz başsız qalmışdılar. Yiyəsiz qalmışdılar, belə deyil. Onda ulu öndərimiz belə bir qərar verdi. Keçmiş Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsi dəyişsin, adlansın Azərbaycan Gənclər və İdman Nazirliyi. Bax, o gündən Azərbaycan gənclərində nazirlik təşkil olandan sonra Azərbaycan gənclərinə artıq yiyə çıxdı. Və bax, bu təşkilatlanmış idmanlı və gənclər təşkilatı doğrudan da gənclərimizi ölkənin inkişafına, xalqa xeyir verməyə, özlərini inkişaf etdirib dünyaya çıxmasına çox böyük önəm verdi və nəticədə Azərbaycan idmanı o gündən deyil, başladı inkişafına. Bax, elə bu qayğının nəticəsidir ki, Azərbaycan idmançıları son illərdə göstərdiyi nəticələr hamısını lərzəyə salıb, hamısını sonra maraqlanan ki, bu nə fantastikadır. Kiçik bir ölkə Olimpiya oyunlarında 200 ölkədən çox ölkə iştirak edir. Azərbaycan 18 medalla, kiçik bir 10 milyon əhalisi olmayan ölkə. O gəlib 14-cü, 15-ci yeri bölüşdürdü. Və xalqların və insanların sayına görə Azərbaycan birinci oldu. Gəlin etiraf edək ki, bax, üzr istəyirəm, yəni dünyamız heç də xoş günlərini yaşamır. İqtisadi gərginliklər, siyasi kataklizmlər, insanlıq faciəsi, beynəlxalq humanitar fəlakət və s. bu öz yerində. Amma eyni zamanda Azərbaycan bütün bu çətinliklərin fonunda idmana da qayğısını əsirgəmir. Bir faktı qeyd edək ki, Azərbaycan yeganə dövlətlərdəndir ki, onun prezidenti məhz Milli Olimpiya Komitəsinin prezidentidir. Bəli, mən sizə deyim ki, Azərbaycan idmanının bu ulu öndərin bizə göstərdiyi qayğı və indi möhtərəm prezidentimiz İlham Əliyevin gənclərə və idmançılara idmana olan qayğısını göz qabağındadır. Və mən sizə deyim ki, bizim idmanımızın inkişafı 1900, daha da ən böyük inkişafı 1997-ci ilin iyul ayında Azərbaycan idmançıları, idman hərəkatı İlham Əliyev, cənab İlham Əliyevi bizim ölkənin Olimpiya Komitəsinin prezidenti seçdi. Möhtərəm prezidentimiz demək seçiləndən sonra bütün idmançılara elan etdi ki, Bakını qoyub, Azərbaycanı qoyub, xaricə gedmiş bütün idmançılar geri qayıtsın. Biz nə lazımdır edəcəyik. Və onun səsinə səs verənlər də kifayət qədər çox oldu. Bəli, o idmançılar, çox idmançılar geri qayıtdılar və o sözsüz ki, ondan sonra daha təşkilatlanma oldu və idmançılarımızın bax bu cür qayıdışı və inkişafı gətirdi çıxartdı ona ki, biz bu cür Olimpiya oyunlarında bu cür gözəl nəticə göstərmişik, fantastik nəticə deyirlər ona. Və ən əsası isə hələ indiyə qədər olmayan, tarixində olmayan bir şeydir. Bütün lərzəyə salıb bütün dünyanı və indi Azərbaycan, başqa ölkələr artıq beynəlxalq standartdan yox, Azərbaycan standartından danışırlar. Birinci Avropa oyunlarını keçirəndən sonra bütün elə ölkələr indi çox problem yaratmışdı. İkinci Avropa oyunlarını kim keçirəcək? Və deyirlər ki, biz o səviyyədə keçirə bilməyəcək. Aydındır. Və bunun kökünü nə deyən Ağacan bəy? Mən istərdim, bax, gənclər siyasətinə toxunaq. Yəni, cənab prezident dəfələrlə bildirib, milli lider dəfələrlə bildirib öz çıxışlarında, Milli Olimpiya komplekslərinin açılışında, Olimpiya idman komplekslərinin açılışında dəfələrlə bir fikri söyləyib. Biz nəyə görə idmana üstünlük veririk? Ona görə ki, biz istəyirik Azərbaycanda güclü gənclər yetişsin. Yalnız fiziki baxımdan deyil, mənəvi baxımdan da, əqidə baxımdan da və təbii ki, eyni zamanda fiziki. Çünki güclü gənc, güclü ordu deməkdir, güclü xalq deməkdir. Bax, istərdik eyni zamanda biz həmin tarixi ardıcıllığa uyğun olaraq Azərbaycanın gənclər siyasətinə bir nəzər salaq, daha sonra artıq müstəqillik dövründə həyata keçirilən, görülən işlər barədə danışacağıq. Buyurun Şahin müəllim, söz sizdədir. Burada çox maraqlı, vacib fikirlər söylənilir. Təbii ki, mən də gənclər siyasəti haqqında fikirlərimi bölüşəcəm. Müasir müstəqillik tariximizdə Azərbaycanın əldə etdiyi uğurlar, digər uğurlar, o cümlədən gənclər siyasətdə Ulu Öndər Heydər Əliyev adından bağlıdır. Və Siyavuş müəllim əyləşib, 93-cü il sentyabr ayında Ulu Öndər parlamentdə bir qrup gənci qəbul etdi o çətin dövrdə və onlara, Siyavuş müəllim də həmin görüşdə iştirak eləmişdi, o gənclərdən biridir və onlara üzün tutaraq Azərbaycanda gələcək dövlətçilik ənənələrinin qurulmasında, bərpa olunmasında, dövlətin idarə olunmasında gənclərin üzərinə çox böyük iş düşdüyünü söylədi və onlara çox böyük etibar bəslədiyini bildirdi. Və bundan sonra artıq tarixi ardıcıllıqla Ağacan müəllim qeyd etdi, 94-cü ildə atəşkəs
müqaviləsi imzalanandan sonra birinci yaranan dövlət qurumu Gənclər İdman Nazirliyi oldu. Ondan sonra 96-cı ildə Gənclər Forumu keçirildi, Gənclər Günü təsis olundu. Gənclər Günü təsis olunması Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda oldu. Bundan sonra BMT artıq Beynəlxalq Gənclər Günü təsis etdi. Birinci forumda təqribən 12 saata yaxın gənclər dillərinin Ulu Öndər tərəfindən və hər bir gəncə demək olar ki, şərait yaratdı o fikirlərini söyləsin. Və bundan sonra Azərbaycanda artıq çox güclü təşkilatlanmış gənclər hərəkatı deyək ki, formalaşdı. Və bugün biz Azərbaycanın gənclər siyasətinə nəzər salsaq, artıq kifayət qədər mexanik, yaxşı təşkil olunmuş, təsadüflərə yer olmayan, boşluqlara yer olmayan bir gənclər siyasətini biz bugün görə bilirik. Bugün Azərbaycanda gənclər üçün prezident mükafatı mövcuddur. Azərbaycan Gənclər Fondu fəaliyyət göstərir. Gənclər arasında birinci qlobal beynəlxalq forum Azərbaycanda keçirilibdir. Yəni, tam əminliklə söyləmək olar, üzrə gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu siyasət inkişaf etdikcə Azərbaycan gəncliyi də inkişaf edir. Məsələn, elə bir qlobal layihə yoxdur ki, orada Azərbaycan gəncliyinin rolu hiss olunmasın. Bu özü də dövlətin bir siyasi xəttidir, siyasi kursudur. Bəli, tamamilə doğru deyirsiniz. Bugün biz beynəlxalq institutların tərkibinə nəzər salsaq, orada kifayət qədər gənc perspektivalar Azərbaycan kadrlarının işlədiyini şahid olmuş olaraq. Əslində, 25 illik müstəqillik tariximizdən biz bugün həm gənclər siyasətində, həm ümumilikdə qazandığımız uğurları müqayisə etsək, əminliklə söyləmək olar ki, uğurlarımız tarixi hardasa o illərdən uyğunsuzluq təşkil edir. Çünki daha çox uğurlarımız mövcuddur və biz daha çox uğurlar qazanmışıq. Bu ardıcıl proqramlar, Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə dövlət proqramı, ondan sonra 2011-2015-ci il Azərbaycan Gəncliyi haqqında dövlət proqramı, Azərbaycan gənclərinin inkişaf strategiyası 2015-2025, bunlar hamısı bütövlükdə Azərbaycanda gənclər olan diqqətin göstəricisidir. Hörmətli qonaqlar, yəni bugün əldə edilən nəticələrə, bugünkü uğurlara və keçilən tarixi yola gənclərin gözü ilə baxaq, onların fikirlərini eşidək. Studiyamızda bəli gənclər əyləşib, buyurun. Əli Qəmbərli, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin əməkdaşıyam. İlk öncə bütün qonaqlarımızı salamlayıram, dəvətə görə təşəkkür edirəm. Bugün sevindirici hal bundan ibarətdir ki, Azərbaycan gəncləri istər ölkə daxilində, istərsə də beynəlxalq siyasətdə, bütün proseslərdə uğurla iştirak edirlər. İstər Azərbaycan gənclərinin, belə deyək, beynəlxalq siyasətlə bağlı fikirləri vardır, özünün mövqeyi vardır. İstər ölkə daxili siyasətlə bağlı özünün mövqeyi vardır. İstər ölkədə baş verən quruculuq, belə deyək, quruculuq meyillərinə bağlı Azərbaycan gənclərinin öz fikirləri vardır və digər sevindirici hal bundan ibarətdir ki, Azərbaycan gəncliyi əgər bir müddət əvvəl təkcə bu proseslərdə, belə deyək, iştirakçı kimi iştirak edirdisə, proseslərdə fəallıq göstərirsə, bugün Azərbaycan gəncliyi bu proseslərdə təşəbbüsçü kimi özü. Aydın, yəni gəncliyə yaradılan şərait. Təşəkkür edirəm. Daha kim fikir bildirmək istəyir? Buyurun, zəhmət olmasa. Mən xüsusən bir gənc olaraq, məsələn, dövlətin yaratdığı, o gənclər üçün yaratdığı şəraitdən danışarkən əsas o məqama diqqət yetirmək istərdim ki, məsələn, bugün Azərbaycan gəncliyi üçün Gənclər Fondu 2011-ci ildə səhv etmirəmsə, Gənclər Fondu yaradılır və Gənclər Fondu məhz Azərbaycan gəncliyinə imkan verir ki, onlar belə deyək, öz ideologiyalarını ortaya qoymaqla, müəyyən layihələr irəli sürməklə təşəbbüs göstərsinlər, istər Azərbaycan daxilində, istərsə də beynəlxalq arenada Azərbaycanı təmsil etsinlər. Yəni bu gənclər üçün yaradılan növbəti bir şəraitdir. Təşəkkür edirik. Bəli, Şahin müəllim, buyurun. 24 milyon manata yaxın vəsait xərclənib 5 il ərzində Gənclər Fondu tərəfindən layihələrin maliyyələşməsinə. Biz müqayisə eləsək, Gənclər və İdman Nazirliyi təzə yarananda onun büdcəsi məsələdə 250 min manat idisə, təqribən bu civarda idisə, artıq müasir dövrümüzdə bu 100 dəfədən çox artmışdı demək olar ki. Bu maraqlıdır, gənclər necə istifadə edir bu imkandan? Düzdür, biz yəni bu imkanları qeyd edirik, amma eyni zamanda bu imkanlardan yararlanmaq lazımdır, istifadə etmək lazımdır və düz daha çox verilişin mövzusu və axarı gənclər siyasətinə getdi. Amma biz yenidən əsas məsələlərə qayıdacağıq. Sadəcə gəlin Şahin müəllim, üzr istəyirəm, yenə də gənclərdən bir ikisinin fikrini öyrənək, daha sonra bəli, qonaqlarımıza yenidən qayıdaq. Buyurun. Həqiqətən bugünkü gənclərimiz üçün çox gözəl şəraitlər yaradılıb. Gənclər bugün sözlərini deyə bilir. Gənclər bugün öz layihələrini irəli sürə bilir və öz layihələrini həyata keçirdir. Bugün demək olar ki, sosial şəbəkədə nə qədər gənclər var ki, artıq hardasa öz sözünü demiş gənclikdə. Hansı ki, öz sözünü demiş, hansı bir müəyyən bir yaşda olur. 40 yaşında, əvvəllər biz elə görmüşdük. İndi isə bunlar 26 yaşında, 27 yaşında, 30 yaşında artıq sözünü deyib və cəmiyyətdə tanınmış bir gənclərdir. Və onun üçün də bugünkü gəncliyi alqışlayaq və həqiqətən dövlətimizə minnətdarımızı bildirək ki, bizim gənclər üçün bu şəraiti yaradıblar. Təşəkkür edirəm. Buyurun, siz də fikrinizi deyin, daha sonra mikrofon zəhmət olmasa ötürək.
Bugün bizim ölkəmizdə nə qədər xarici vətəndaşlar təhsil alırlar. Bizim ölkəmizdə bu təhlükəsizlik təmin olunur, yüksək dərəcədə təmin olunur ki, onlar Azərbaycanda təhsillərini davam etdirirlər. Azərbaycan təhsili dünya təhsili ilə ayaqlaşır. Bugünkü gündə Azərbaycanda təhsil alan tələbələr dünya praktikasından istifadə edə bilir. Və bu da artıq gələcək nəsillərə çox gözəl cəmiyyət psixologiyasının formalaşmasını təmin edir. Odur ki, mən öz növbəmdə bütün gənclər adından minnətdarlığımı bildirirəm və biz hər zaman xatirimizdə belə bir söz qalmışdı. Ulu Öndər hər zaman məktəblilərlə görüşəndə bu ifadəni işlədirdi ki, mən siz uşaqlara, gələcəyin gənclərinə hər zaman inanıram. Bu Avropa oyunlarında və digər böyük tədbirlərdə də bu sübut olundu ki, Azərbaycan gəncləri məhz öz dövlətinə, dövlətçiliyinə qulluq edir və hər zaman vəzifəsindən asılı olmayaraq, mövqeyindən, sosial mənsubiyyətindən asılı olmayaraq Azərbaycan gəncləri cənab prezidentimiz İlham Əliyev ətrafında sıx birləşmişdir. Və bunun üçün təşəkkür edirəm. Təşəkkür edirəm, minnətdaram sizə. Bəli, buyurun Səməd müəllim. Burada bir məqamı mən istəyərdim qeyd edim. Dövlət zəif olanda, necə ki bizim müstəqilliyimizin ilk illərində onu dağıtmaq, bölmək, ümumiyyətlə siyasi xəritədən silmək cəhdləri özünü göstərir. Ancaq dövlət güclü olanda o demək deyil ki, bu cəhdlər yoxa çıxacaq. Yəni, heç kimdə elə bir fikir formalaşmasın ki, 25 illik uğur və bugün Azərbaycan dövlətinin gücü bütün Azərbaycana qarşı, belə deyək, yönələcək yaxud yönəlmiş təhlükələri aradan qaldırdı. Sadəcə bu təhlükələrin mahiyyəti dəyişdi. Və bugün beynəlxalq hüququn, belə deyək, beynəlxalq səviyyədə demək olar ki, işləməməsi tamamilə başqa təhlükələri gündəmə çıxardır. Ona görə bu nöqteyi nəzərdən bu günümüzə gələk. Bax, istərdik, bax, məhz dediyiniz o fikirlər, dediyiniz o faktları məhz bugünün belə deyək, prizmasını nəzər salaq. Çünki biz kifayət qədər ətraflı fikir mübadiləsi apardıq Azərbaycan tarixi barədə. Amma müasir dövrümüzü gəlin izah edək və məhz qoyulan ənənənin bugün davam etdirilməsi prinsipinə bir toxunaq. Bax, bugün o çətinliklər qalırmı? Hansı çətinliklər bizi gözləyir və qarşımıza çıxır? Və bugün Azərbaycanın beynəlxalq miqyasda təbliğatı istiqamətində nəyə nail olmuşuq biz? Tarix öz yerində, tarixi müzakirə etdik. Bugünə bir nəzər saldıqda hansı mənzərədən şahid oluruq? Təbii təhlükələr mövcuddur. Ancaq təhlükələrə cavab vermək iqtidarımız həddindən artıq yüksəkdir. Xüsusilə beynəlxalq səviyyədə. Siz sadəcə 16-cı ildə Azərbaycana gələn prezidentlərin, baş nazirlərinin yaxud da parlament rəhbərlərinin siyahısını götür. Balaca bir Azərbaycandır, 10 milyonluq Azərbaycandır. Ancaq Azərbaycana gələn prezidentlər, böyük dövlətlərin nümayəndələri Azərbaycanda dünya problemlərinin həlli istiqamətində fikir mübadiləsini aparırlar. Bu o deməkdir ki, təbii, bir də təkrar edirəm, Azərbaycanın rolu bu saat dünya siyasətində çox gözə çarpandır. Ancaq bu bir də ona dəlalət edir ki, Azərbaycanı istəməyən qüvvələr, Azərbaycana tamamilə başqa gözdən artıq baxan qüvvələr öz siyasətini dəyişdirəcəklər. Hansı formada, hansı şəkildə? Misal üçün, burada gənclər çox gözəl çıxış elədi. Onlar çalışacaqlar, gəncliyi çaşdırsınlar. Tamamilə başqa təbliğatı sosial şəbəkələrdə aparsınlar. Və hansısa bu istiqamətdə aparılan işlərdən istifadə edərək Azərbaycanın imicini xaricdə tamamilə başqa tərzdə təqdim etsinlər. Bu çox vacib məqamlardır və bu məqamları biz nəzərə almalıyıq. Və burada qeyd olundu, mən vaxtınızı çox almaq istəmirəm. Bugün dövlət və qeyri-dövlət təşkilatlarından ünsiyyəti Azərbaycanda çox vacib amillərdən biridir. Ona görə ki, dövlət strukturu müasir dünyada qeyri-dövlət təşkilatlarının sürətinlə işləyə bilməz. Amma zaman dəyişir və yanaşmalar da dəyişir. Bugün Azərbaycanın dövlətçilik konsepsiyası öz işini necə qurub, Mübariz müəllim? Və burada əsasən qarşıya qoyulan məqsədlərdən biri bilirik ki, sabitlik, davamlı iqtisadi inkişafa nail olmaqdır. Bax, bu konsepsiyanı və xüsusən də multikulturalizm ilidir 2016-cı ildə. Nəyə nail olduq, hansı nəticələrə imza atdıq və bu ili necə qiymətləndirmək olar? Çox gözəl bir fikir var millətlərlə bağlı. Deyir ki, millət 3 suala dəqiq cavab verə bilərsə,
həmin millət tərəqqiyə nail ola bilər. Haradan gəldiyini, harada olduğunu və haraya getdiyini dəqiq bilən millətlər bəşəriyyətdə böyük imzalar qoya bilirlər. Haradan gəldiyi nə deməkdir? Bu qədim tarixini, keçmişini, yaxın və uzaq keçmişini mükəmməl bilməlidir. Kimliyini bilməlidir, milli kimliyini. Haradadır? Bunu da dəqiq bilməlidir. Biz haradayıq və haraya gedirik? Cənab Prezidentimiz İlham Əliyev dəfələrlə bu məsələlərə toxunubdur, ideoloji xarakterli məsələlərə və bizə təhdid edən təhlükələr barədə də fikrini səsləndiribdir. Biz bu dünyanın bir parçasıyıq və biz İslam dünyasında bir parçasıyıq və dünyada baş verən hadisələrdən biz kənarda qala bilmərik. Baxın, ətrafımızda baş verən hadisələrə. Son 15 ildə planetimizdə lokal müharibələrdə 2,5 milyon insan həlak olub. Son 15 ildə 60 mindən çox böyük terror əməli həyata keçirilib ki, burada ölənlərin sayı əvvəlki ilə müqayisədə artmaq tendensiyasını nümayiş etdirir. Yəni, artım surəti var burada. Azalma yox, artım surəti var. Hazırda dünyanın 40 ölkəsinin ərazisində müharibə gedir. Lokal müharibələr, toqquşmalar gedir. Etiraf edək ki, daha çox İslam ölkələrində, İslam dünyasında. Bunlara toxuna bilərik, dərinləşdirə bilərəm, amma vaxta görə daha da dərinləşdirmirəm. 40 ölkə ərazisində, 40-a qədər ölkə ərazisində münaqişə var. Bu münaqişələrdən biri də bizim ərazimizdədir. Ermənistanın təcavüzü Qarabağ münaqişəsi. 169 münaqişə ocağı var. İndi bu dəqiqə planetimizdə 200-ə yaxın ölkə, amma 169 münaqişə ocağı var. Və bu münaqişə ocaqlarının böyük əksəriyyəti konfensiyalar arası və ya müəyyən bir din arası, dinin öz daxilində məzhəblər və təriqətlər arası münaqişələrdən törəyən münaqişələrdir. Və bugün qlobal miqyasda sivilizasiyaların toqquşması ideyasını təsdiq edənlər var. Onlar deyirlər ki, sivilizasiyaların toqquşması qaçılmazdır, bu deyilibdir və biz bundan kənarda qala bilməyəcəyik. Və multikulturalizmin, tolerantlığın tarixin arxivinə verilməsini söyləyənlər var. Amma biz nəyə sübut etdik? İndi mən ona qayıdıram. Deməli, biz bizim gənclikdən danışdıq. Bizim gəncliyi və bizim ölkənin bundan bağlı xarakteri xüsusiyyəti nədir? Bizdə nəsillərin toqquşması və onun təzahürləri yoxdur. Əlbəttə, nəsillərin eyni cür düşünməsini və tam şəkildə eyni bir-birini təkrarlamasını söyləsək sadəlöv yanaşmalardır. Bir var, nəsillərin bir-birini inkarı, məsələn, Ərəb baharı, nəsillərin bir-birini inkarı və burada böyük toqquşmalar, böyük faciələr, 60 milyon insan miqrant, köçkün vəziyyətindədir. Miqrantlar ümumiyyətlə milyarda yaxınlaşır. Amma 60 milyon insan öz yaşadığı yerdən zorla çıxarılıbdır. Biri var, siz təyyarəyə minib gedirsiniz, qayıdırsınız, o başqa məsələ. İndi mən nəyə qayıdıram? Azərbaycan. Azərbaycanda bizim apardığımız siyasət, xüsusilə Prezidentimiz Cənab İlham Əliyevin siyasəti nəyə yönəlibdir? Bu ayaq idmandan danışdıq. Bu idman yalnız sadəcə idman xatirinə deyil, bu gəncliyin asudə vaxtının təminatıdır. Bu eyni zamanda gəncliyin özünü təsdiqidir. Bu birinci xətt. İkinci, biz gənclik üçün böyük siyasi imkanlar yaratdıq. Məsələn, bugün bələdiyyə seçkilərindən sonra siyahalara baxın, nə qədər gənclər bələdiyyələrə seçiliblər. Parlamentin tərkibinə baxın, nə qədər gənc yeni parlamentdə təmsil olunubdur. Və Prezident İlham Əliyevin prezident seçilməsindən bu yana Azərbaycanın müdaxilə məhsulu 3,4 dəfə artıbdır. Və Azərbaycanda 1.300.000 yeni iş yeri açılıbdır. Bu iş yerlərinin əksəriyyəti gənclər üçündür. Yəni gənclərin təminatıdır. Biz gənclik deyirik, dövlət deyirik, model deyirik. Bu model nədir? Model odur. Birincisi, siz nəsillərin vəhdətinə nail olmalısınız. İkincisi, dövlət idarə modeliniz hər bir vətəndaşın marağını ifadə eləməlidir. Üçüncüsü, zümrələr, siniflər arası toqquşmaya yol vermək olmaz. Dördüncüsü, ölkədə dini və
deməli, mənəvi baxımdan, etnik baxımdan qarşı durmalara sövq edən təbliğata imkan verilməməlidir və bu Azərbaycanın tolerant və multikultural siyasətinin nəticələridir. Bu, Prezident İlham Əliyevin siyasətinin nəticələridir. Bayaq mən Ulu Öndər Heydər Əliyevlə bağlı dedim. Məsələn, Cənab Prezidentin bir siyasətçi kimi fərqli xüsusiyyətləri var. Fərqli xüsusiyyəti nədir? Birincisi qətiyyətli, ikincisi praqmatik, üçüncüsü zamanı qabaqlamağa qadir qərarlar qəbul eləmək. Böyük siyasətçilərin fərqli xüsusiyyətləri olur. Böyük siyasətçi olur ki, zamanı qabaqlayan qərarlar verə bilsin. Winston Churchill'in məşhur bir sözü var. Deyir, siyasətçini dövlət xadimindən o fərqləndirir ki, hər adam, biz məsələn parlament üzvü də siyasətçidir. Sabah siyasətə qatılan, partiya üzvü olan gənc də siyasətçi siyasi arenaya gəlir. Amma dövlət xadimindən fərqləndirilən xüsusiyyət odur ki, dövlətin lider olan şəxs sabah nə olacağını bilərək ona adekvat qərar verməlidir. O hadisə olmayanda isə onun nə üçün olmadığını deməyə qadir olmalıdır. O baxımdan bizim bugünkü günümüzdən baxanda prezidentimiz deyəndə ki, biz sabitlik adasıyıq. Bu baxımdan əlbəttə biz sabitlik adasıyıq. İctimai siyasi sabitlik, iqtisadi sabitlik, maliyyə sabitlik. Əlbəttə bizim problemlərimiz var. Problemsiz ölkə yoxdur. Biz iddilik, hansısa bir çəhrayı rəngdə nəyisə təsvir eləməyin tərəfdarı deyilik. Problemlər var. Ancaq bu problemləri biz görürükmü və bunu həll eləmək üçün bizim proqramlarımız varmı və bizi gözləyən hədəfləri, bizi təhdid edən təhlükələri biz aradan qaldırmağa qadirikmi? Xalqla hakimiyyətin vəhdəti varmı? Xalqla liderin bir-birini təmas quraraq tamamlamaq imkanları varmı? Bunlar olduğuna görə Azərbaycanın gələcəyi ilə bağlı biz nişbinik. Bugün Azərbaycan prezidenti yalnız 10 milyonluq Azərbaycanın prezidenti deyil. O eyni zamanda dünya Azərbaycanının Aydın Mübarizm, burada bir məqamı xüsusi qeyd etdiniz. Yavuşam, istərdim sizin fikrinizi öyrənim. Yəni sabitlik və burada eyni zamanda bizim gənclər də qeyd etdilər ki, bəli, biz Azərbaycanda sabit şəraitdə yaşayırıq, təhlükəsiz şəraitdə yaşayırıq. Yəni Azərbaycanın inkişaf konsepsiyasının əsas baza strukturlarının biri də məhz sabitliyin əldə olunması idi. Tək inkişaf strukturu yox, ümumiyyətlə hakimiyyətin 10 qızıl şərtinin birinci əsası ictimai siyasi sabitlik. Bax, o sabitlik nəyin əsasında əldə olunur? olunur? Əgər o ictimai siyasi sabitlik olmasa, hər hansı bir iqtisadi inkişafdan, hər hansı bir sosial problemlərin həllindən, dövlət quruculuğundan danışmaq olmaz. Baxaq, bizdən varlı ölkələr var, nefti də bizdən çoxdur, digər sahələrdə də gəlirlər bizdən çoxdur. İctimai siyasi sabitlik olmadığından həmin gəlirlər, həmin təbii sərvətlər başqa dövlətlərin, başqa qrupların, başqa dəstələrin xeyrinə gedir, istifadə olunur. Ona görə də birinci qızıl şərt ictimai siyasi sabitlikdir. Məhz ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışının ən əsas şərtlərindən elə birincisi dövləti quranda ictimai siyasi sabitlik yaratdı. Amma etiraf edək ki, indi dövlətlər əgər əvvəlki bir 10 il bundan əvvəl iqtisadi inkişaf uğruna daha çox mübarizə aparırdılarsa, enerji resurslarla mübarizə aparırdılarsa, bugün mübarizənin əsas hədəfi məhz sabitliyin qorunmasıdır. Və hətta Avropa ölkələri şundan ayrıla bilmir. Prezidentimiz bir neçə dəfə öz çıxışında qeyd etmişdi ki, əgər milli lider 90-cı ildə hakimiyyətə gəlsəydi, Azərbaycanın imkanları və Azərbaycanın gücü, qüdrəti bundan dəfələrlə artıq ola bilərdi. Biz istərik bugünkü sabitliyin bazasını yəni mən ona gətirmək istəyirəm ki, Azərbaycanda ictimai siyasi sabitliyi davamlı şəkildədir. Yəni, o çox möhkəm əsaslar üzərində qurulubdur və ən əsas şərtlərdən biri ondan ibarətdir ki, Azərbaycan siyasəti davamlıdır. Azərbaycan siyasəti başqa ölkələrdə olduğu kimi dəyişkən deyil. Yəni, bir xətt ətrafında davam olunur. Yəni, hansı ki, milli lider tərəfindən qoyulubdur, bugün prezidentimiz tərəfindən həyata keçirilir. Azərbaycanı əhatə edən ölkələrə biz nəzər salsaq, Azərbaycanın əhatəsində görürsünüz ki, bir tonqal qalanıbdır elə bir ki, hər bir yerdə, ən yaxın yerlərdə müharibə ocaqları fəali Mübariz müəllim qeyd elədi. Lakin bununla yanaşı Azərbaycanda ictimai siyasi sabitlik hökm sürür.
Bütün beynəlxalq tədbirlər Azərbaycanda keçirilir. Səməd müəllim qeyd elədi, dünya ölkələrinin başçıları Pakistan kimin, İran kimin, Rusiya kimin, onlarla saymaq olar ölkənin başçıları Azərbaycana gəlir, toplantıların Azərbaycanda keçirilir. Dünya əhəmiyyətli qərarlar məhz Azərbaycanda qəbul olunur və Azərbaycanda keçirilən tədbirlərə hər bir insan çox belə sevincək şəkildə gəlir ki, burada heç bir problemlə rastlaşmayacaq. Niyə? Burada bir maraqlı məqam var, üzr istəyirəm. Yəni, Azərbaycan prezidentinin həyata keçirdiyi siyasət bir çox məqamlarına görə fərqlənir. Nədir bu siyasət? Birincisi, açıq siyasət yürüdür və istənilən hadisə ilə bağlı cənab prezident açıq mövqeyini ortaya qoyur. Açıq siyasətlə yanaşı, həm də müstəqil siyasət. Müstəqil. İkincisi, müstəqil siyasət. multikulturalizmin özünü çox üzrsən bəzən... Dəfələrlə biz rastlaşmışıq ki, nə qədər təhdidlər olunub. Bəli. Məsələn, Azərbaycan prezidenti, elə hadisələr olub ki, Azərbaycan prezidenti o tədbirdə iştirakçıdan imtina eləyib, hansı ki, dünya ölkələrinin başçıları, ən aparıcı dövlət başçıları orada iştirak edirdi. Azərbaycan maraqlarına görə, Azərbaycan xalqının maraqlarına görə orada iştirak etməyibdi. Yəni, bəzən bloklara qoşulmaq siyasəti aparıblar Azərbaycanı. Bu bloka çəksinlər, Azərbaycanın hansısa ölkəyə qarşı embargo tətbiqinə qoşsunlar. Azərbaycan prezidentinin uzaq görən siyasəti nəticəsində və düzgün siyasəti nəticəsində heç bir bu sahəyə getmir. Hər bir dövlətlə, hər bir beynəlxalq təşkilatla, hər bir qurumla bərabər hüquqlu şəkildə münasibətlər qurur. Və bu münasibətlərin özü onu göstərir ki, Azərbaycan prezidentinin apardığı cəsarətli siyasət. Məsələn, elə hallar olub ki, xatırınızdadırsa, Türkiyə prezidenti iştirak etmirdi, Ermənistan prezidentinə Türkiyə prezidentinin əvəzinə cavab qaytardı, dedi, o burada yoxdur, mən bu addımı atıram. Bu, çox yeganə hallardan biridir ki, dünyada belə hallar baş verir ki, bir prezident digər prezidentin əvəzinə və başqa bir prezidentə öz fikirlərini bildirir və onun ədalətsiz olduğun və Türk xalqına qarşı böyükdən attığın sübuta yetirir. Üstəlik, bir məqama gəlin toxunaq, Siyavuş müəllim, üzr istəyirəm, bir məqama gəlin toxunaq. Yəni, burada multikulturalizm bir siyasətindən biz danışırıq, amma etiraf edək ki, bir çox halda Avropa ölkələri tərəfindən multikulturalizm siyasətinin özü təhlükə mənbəyi kimi qiymətləndirilir. Tamamilə doğrudur. Siz bayaq Səməd müəllim bir məsələyə toxundu. Azərbaycan gücləndikcə o təhdidlər aradan çıxmır. Əksinə, daha da güclənir. Heç bir ölkə güclü dövləti sevmir. Heç bir ölkə müstəqil siyasət aparan dövləti sevmir. Hər biri istəyir ki, hansısa dövlətin bir vassalı olsun və yaxud da onun kölgəsi altında, onun diktəsi əsasında hərəkət eləsin. Və üstəlik, bugün bizim əsas problemimiz olan Dağlıq Qarabağ problemi və etiraf edək ki, Səməd müəllim, yəni zaman keçdikcə Dağlıq Qarabağ probleminə yanaşmada fərqliliyi biz hiss edirik, ayrı-ayrı dövlətlər tərəfindən. Eləmi? Bu özü də bir uğurdur. Siz tamamilə haqlısınız. Ancaq Siyavuş müəllimin sözünə qüvvət bir konkret misal çəkmək istəyirəm. Azərbaycan Avropa Birliyi ilə münasibətlərdə açıq, konkret, öz mövqeyini ortaya qoyaraq bəyan etdi ki, mən assosiasiya sazişini imzalamıram. Ukraynanın yolundan getmədi ki, imzalayacam, imzalamayacam, imzalayacam, imzalamayacam. Axırda imzalamamaq haqqında qərarı ortaya qoyandan sonra ölkənin içərisində idarə olunmayan proseslər başladı. Öncədən açıq şəkildə öz mövqeyini qoydu. Ancaq maraqlı məqam bu deyil. Bu, Azərbaycan Respublikasının prezidentinin apardığı açıq, Azərbaycan maraqlarına uyğun olan siyasətin bir cizgisidir. İkinci cizgi ondan ibarətdir ki, bundan imtina edərək Avropa Birliyi qarşısında yeni siyasətin aparılması istiqamətində öz təklifini ortaya qoydu. Yəni, biz Avropa Birliyi ilə iki tərəfli strateji əməkdaşlıq aparmaq istiqamətdə fəaliyyət göstərməyə hazırıq. Bu, Avropa Birliyi üçün çox qeyri-adi bir təklif oldu. Bunlar bunu heç kimdən gözləmirdilər, xüsusilə Azərbaycandan, balaca Azərbaycandan. Bizi axı tərəfdaşlıq proqramının içərisində 6 ölkənin biri kimi qəbul edirdilər. Bizi şərq tərəfdaşlığı ölkələrin içərisində qəbul edirdilər. Ancaq nəticədə söhbəti uzatmamaq naminə Avropa Birliyi məhz 16-cı ildə Azərbaycanla
iki tərəfli strateji əməkdaşlıq aparmaq və saziş bağlamaq istiqamətində öz razılığını verdi. 27 ölkənin iradəsini Azərbaycan öz iradəsi ilə yanaşı qoydu. Bax, bu məsələdir. Bu istiqamətdə də Dağlıq Qarabağla bağlı sadəcə bir cümləni qeyd etmək istəyirəm. Təbii, artıq Dağlıq Qarabağa yanaşma dəyişib və Azərbaycanın ərazi bütövlüyünü nəinki bütün ölkələr tanıyır. Aprel hadisələrində Ermənistan cəhd göstərdi, Dağlıq Qarabağı parlamentdə tanımaq istiqamətində hansısa səs verim. Heç Ermənistan özü tanıya bilmədi. Ancaq bu istiqamətdə hədəflər və təzyiqlər başqa tərzdə Azərbaycana göstərilir. Və elə əsas problemlərdən biri də budur, hörmətli mübariz müəllim, Siyavuş müəllim ki, yəni Azərbaycanın əldə etdiyi bu nəticələr eyni zamanda qıcıq yaradır. Qoy, mən sizə bir məsələni deyim. Və biz millətin bir vətəndaşı olaraq müəyyən yerlərdə çalışırıq və özümüz, hər birimiz öz ölkəmizin hansı təhdidlərlə üzləşdiyini dərin təhlil aparmadan da görə bilirik. Yəni, bizə təhdid var. Dağlıq Qarabağ ərazisinin işğalı Azərbaycana təhdidlərdən biridir və bu təhdid Azərbaycanı hansısa geopolitik prosesdə təsir altında saxlamaq məqsədi daşıyır. Bu bəlli məsələ. İkincisi, bizə hansı formada təhdid eləyə bilərdilər? Demokratiya, demokratik seçki, demokratik inkişaf və s. Bu təhdid bundan da bizə qarşı sui-istifadə ediblər. Vaxtilə beynəlxalq təşkilatlarda, müxtəlif beynəlxalq qurumlar olub ki, insan haqları ilə bağlı yalan məlumatlar yayıb bizə qarşı siyasi məhbuslar, Azərbaycan seçkiləri ilə bağlı. İndi artıq bu da azalıb. Mən sizə deyim. Yəni, bu da qarşısı azalıb. Məsələn, biz mən millət vəkili olduğum dövrdə, beynəlxalq təşkilatlarda bizim həmkarlar da, özləri də görürlər ki, indi bu kartdan, belə deyək, istifadə edəmirlər. Nəyə görə? Çünki Azərbaycana bununla əlaqədar deyilənlər bumerang kimi onların özünə qayıdır. Çünki Azərbaycanda onların dediyinlə bağlı heç bir fakt yoxdur. Gəlir müşahidətçisi, görür, baxır, nə qədər axtarır, hazır bəyanatla gəlir, özünü biabr eləyir. Üstəlik, bugün üzrəm ayrı-ayrı ölkələrdə keçirilən seçkilərin nəticələrini biz görürük. Yəni, demək istəyirəm ki, bu da alın. Təhdidləri deyirəm. İqtisadi yolla bizə təzyiq eləyə bilərlər. İqtisadi yolla. Bizə iqtisadi yolla təzyiq eləmək üçün hansı deməli, amildən istifadə oluna bilər? Deməli, biz kimdənsə borc istəyəndə o bizə şərtlər qoymalıdır ki, gedin bunları eləyin, biz sizə borc verək. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidən Qurma İnkişaf Bankı və digər beynəlxalq qurumlar, maliyyə qurumları var. Azərbaycan borc istəmək istəsə, məmnuniyyətlə qapılarını onun üzrə açmaq istəyirlər. Çünki asıllıq yaradır. Bizim ölkə. Biziz, bu öz başına olmur. Siz arxa cəbhəniz möhkəm deyilsə, ön cəbhədə heç vaxt uğur qazana bilməzsiniz. Arxa cəbhə iqtisadiyyatdır. Əgər Azərbaycan öz üçün güclü iqtisadi baza yaratmasaydı, bizim ümumi daxili məhsul qədər gərək biz borc alaydıq kimdənsə. Öyle ölkələr var, mən adını çəkmək istəmirəm. Bizə indi təhdid üçün hansı variant qalır? Dini ekstremizmi bizə hansısa bir formada cəmiyyətimizə sirayət etdirmək. Dini ekstremist qruplar vasitəsilə, xüsusilə İslam ölkələrində, yaxın şərqdəki o alətə çevrilmiş olan dini ekstremist qrupların burada bazalarını yaratmaq. Buna da nail ola bilməyəcəklər və nail ola bilmirlər. Nə üçün? Çünki Azərbaycan xalqı toplum olaraq bu cür ekstremist hərəkətlərə meyilli deyil. Azərbaycan gəncliyi buna meyilli deyil. Çünki Azərbaycan xalqı öz milli mənəvi dəyərlərinə, dininə böyük hörmətlə yanaşır. Amma o milli mənəvi dəyərləri başqa istiqamətə yönəltmək istəyən qrupların arxasınca heç vaxt getmir. Ağacı, əgər siz əkəcəksiniz, o ağacın kökü torpaqdan qidalanmayacaqsa, o quruyacaq. Və yaxud da kök sağlamdırsa, təbii ki, o boyatacaq. Bizim ərazimizə kənardan din adı altında, müxtəlif xristiyan, müsəlman və digər dini ekstremist qruplar adı altında buraya nəyisə gətirmək istəyirlərsə, mən onu suyunu gətirilmiş, suyunu əkilmiş ağaca bənzədirəm. Onun imkanı yoxdur. Məhz yeri düşdü, bax, həmin sözün, belə deyək, məqamı gəldi. Bax, gəlin onu bugün Azərbaycanın inkişaf konsepsiyasının əsas konturlarını müəyyənləşdirək.
Bugün qarşıya hörmətli qonaqlar, mən istərdim hamılıqla müzakirəyə qatılaq. O inkişaf konsepsiyasının əsas konturları nədən ibarətdir? Hansı istiqamətlərdən ibarətdir? Bugün Azərbaycan Cənab Prezidentinin rəhbərliyi altında hansı hədəfləri öz üçün Siz o müəyyənləşdirir? yol xəritəsinə əgər biz diqqətlə baxsaq, görəcəyik. Əlbəttə, birinci yerdə iqtisadiyyatdır. İqtisadiyyat. Amma o iqtisadiyyat ki, açıllıq orada yoxdur. Əksinə Azərbaycan bugün özü enerji amilindən digər dövlətlərə. Artıq bilirsiniz ki, bəyan edirlər. Birinci, artıq Azərbaycan kənd təsərrüfatı sahəsində özünün yol xəritəsini ortaya qoyubdur ki, demək olar ki, dünya bazarına çıxmaq üçün kənd təsərrüfat məhsullarının geniş şəkildə istehsalı Azərbaycanda yeni struktura uyğun şəkildə, hansı ki, ənənəvi keçmişdə Azərbaycanda olan o məhsullar o pambıqçılıqdır, üzümçülükdür, fındıqçılıqdır. Aydın Çavuşum, yəni məqsəd qeyri-neft sektorunun inkişafıdır. İnkişafıdır, Bir bu, bəli. ikinci bir, növbəti xətt. Əlbəttə, o yol xəritəsini biz burada geniş Digər, şəkildə sırf yol xəritəsinə görə yox, Mübariz müəllim. Yəni burada insan faktoru, insan kapitalı, Təbii ki. burada elm və təhsil, təhsil, təhlükəsizlik və sabitlik, islahatlar, çevik islahatlar, operativ islahatlar həyata keçirilir. və təhsilin inkişafı, milli mənəvi dəyərlərin qorunması, Azərbaycan cəmiyyətində Azərbaycan xalqının vahid ideoloji prinsiplər ətrafında Və multikultural birləşməsi, multikultural mühit, tolerant mühit, gənclər siyasəti, əlbəttə bunlar çox Aydındır. geniş, Ağacan müəllim, bir-birinə siz də bağlı deyə bilərsiniz bu olanlar. arada. Mən bir dənə söz deyim sizə, nə qədər hansı xalq, hansı ölkə, multikultural ölkədirsə, o xalqın insanları çox mənəvi cəhətdən, mədəni cəhətdən zənginləşmiş olurlar. Bu da o insanların, belə deyək ki, həyat keyfiyyətini yüksək səviyyədə inkişafına yol açır. Təşəkkür edirəm və əlbəttə ki, burada önəmli məsələlərdən biri ictimai nəzarət amili, ictimai funksiya, ictimai məsuliyyət amili, Cənab müəllim. Yəni bu özü də Azərbaycanın bu gün qarşıya qoyduğu əsas konsepsiyalardan biridir. Ümumiyyətlə, söhbət burada cəmiyyətin inkişafından gedəndə biz bir çox vacib məsələni qeyd etməliyik ki, bugün Azərbaycan cəmiyyəti dünyada gedən prosesləri çox yüksək səviyyədə dərk edir, başa düşür. Öz içərisində həm multikulturalizmdən biz danışdıq, həm gənclər siyasətindən biz danışdıq. Bu, xaricdən gələn hədəfləri, təhlükələri dərk edib onların aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Ancaq bir məqamı da mən burada qeyd etmək istəyirəm. Bugün Azərbaycan, yenə təkrar edirəm, çox maraqlı siyasət aparır. Yəni, həm məhsuldar siyasət aparır. Ona görə ki, biz burada qeyd etdik, dövlət başçıların, konferansların, təşkilatların Azərbaycana gəlişi. Həm çevik siyasət aparır. Baxın, bir anlığa. Biz həmişə təsəvvür etmişik ki, Azərbaycan şərq və qərb siyasətini öz içərisində ehtiva edən bir ölkə kimi və dünyaya təqdim edən, bir körpü kimi təqdim olunan bir ölkədir. Ancaq Cənab Prezidentin siyasəti yalnız şərq-qərbi birləşdirən siyasət kimi yox, o cümlədən cənub-şimal siyasətini ortaya qoydu bugün. Və ən maraqlısı ondan ibarətdir ki, doğrudan da bu iki yolun, xəritənin mərkəzində Azərbaycanı yerləşdirmək o qədər də asan bir məsələ deyil idi. Bir-birinə zidd olan ölkələri Azərbaycanda, Azərbaycanın siyasəti nəticəsində birləşdirən bir siyasət aparıldı. Və bu siyasətin kökündə də təhlükəsizlik amili yanır. Əlbəttə. Şimal, cənub, şərq, qərb, Əlbəttə. Tap-Tanap layihəsi. Bilirsiniz, kəmərin ən möhkəm hissəsi onun zənciri olmalıdır, qıfılı olmalıdır. Və bu nöqteyi nəzərdən Azərbaycan birləşdirən ölkəyə çevrilib, ölkələri bir-birindən ayıran bir məkana çevrilməyib. Bu nöqteyi nəzərdən Azərbaycan özü təhlükəsizliyə və sabitliyə yüksək səviyyədə diqqət yetirərək bunu yaradıb ki, başqa ölkələr bu məsələdən bəhrələnə bilirlər. Söhbət bundan gəlir. Bu mövzuya əlaqədar mən bir məqama toxunmaq istəyirəm. Biz elə etməliyik ki, böyük güclərin toqquşma meydanı yox, barış meydanı olaq. Biz əgər böyük güclərin, və təbii ki, dünyada böyük güclər var və bunların arasında çox böyük mübarizə gedir, təsir dairəsi uğrunda və s. Böyük güclərin toqquşma meydanı olanda, siz həm də onların təcrübə meydanı olursunuz. Necə ki, Suriya bugün təcrübə meydanı. Hər kəs öz silahını orada sınaqdan çıxarır. Mən bir məqamı da toxunum, böyük 20-lərin toplantılarına dəvətlər olur. Böyük 20-lərin toplantılarına Azərbaycan
demək olar ki, hər dəfə də olmasa əksəriyyətinə dəvət alıbdır. Amma böyük 20-lərə bəlkə də MDB məkanındakı ölkələrdən nadir hallarda... Nədən xəbər verir? Bu deməli, bizim qarşımıza qoyduğumuz vəzifəyə doğru gedişdəki atdığımız addımların düzgünlüyünə. Cənab Prezidentin nüfuzundan. Cənab Prezidentin şəxsi nüfuzu öz yerində. Bir məqamı qeyd edirsiniz. Bu siyasəti aparan Format məsələsini məsələn, Cənab Prezident çıxışında nə deyir? Deyir ki, biz nə istəyirik? Biz güclü, zəngin, möhkəm rifaha malik olan Azərbaycan. Bayaq qeyd olundu, bizim siyasətimizdə varislik var. Bu varislik mexaniki hakimiyyətin kimdənsə kimə keçməsi varisliyi deyil. Bu siyasətin varisliyidir. Və siz eyni zamanda bir məqama toxundunuz, format məsələsi. Yəni, Azərbaycanın bugün müəllifi olduğu ikili formatlar artıq üçlü və dördlü formatlara keçir. Bugün, məsələn, İran, Rusiya və Türkiyə bu formatlara dəstək verir. Nəyin hesabına, nəyə görə? Təbii ki, burada nüfuz məsələsi var. Prezidentin şəxsi nüfuzunu olan hörmətdən də olur. Adi bir misalı götürək. Rusiya-Türkiyə münasibətlərində hər iki dövlətin başçısı elan elədi ki, Azərbaycan prezidentinə bu məsələdə müstəsna roluna görə təşəkkürümüzü bildirir. Yəni, bu münasibətlərin qaydasına düşməsində Azərbaycan prezidentinin çox geniş fəaliyyəti olmuş. Siyavuş mən, üstəlik Azərbaycanın müəllifi olduğu biz bir qədər öncə dedik, regional və qlobal layihələrə dövlətlərin göstərdiyi maraq da Azərbaycanın və onun liderinin nüfuzundan xəbər verir. İkinci bir tərəfə, məsələn, burada deyildi 20-lərin toplantısı, Davos İqtisadi Forumunda bütün demək hamısında Azərbaycan prezidenti iştirak edir və dünya ölkələrinin böyük əksəriyyətinin prezidentləri də məhz ondan orada görüşə gəlir, müxtəlif məsələləri müzakirə edirlər. Bir məsələyə də toxunmaq istəyirəm, siz ictimai nəzarət məsələsini ortaya qoydunuz. İctimai nəzarət bizdə açıq şəkildədir. Cənab prezident çox açıq siyasətdə, həm iqtisadi siyasətində, həm sosial siyasətində, həm beynəlxalq siyasətində, həm Dağlıq Qarabağla bağlı olan siyasətində. Demək olar ki, hər 3 aydan bir toplantı keçirir və əhaliyə kiminsə vasitəsilə deyil, hansısa sözçünün vasitəsilə deyil, özü birbaşa Azərbaycanın mövcud vəziyyəti, nailiyyəti, problemləri, qarşıda duran vəzifələr haqqında geniş məlumat verir və hansı işlər görüləcək bu haqda da tapşırıqlar verir. Və ən əsas şərtlərdən biri ondan ibarətdir. Bütün hallarda məsələ ortaya qoyulur ki, yaranan, qurulan, istehsal olunan, tikilən hər bir şey vətəndaş üçün olmalıdır. Və burada eyni zamanda siz bir məqama toxundunuz. Siyavuş mənim, bunu xüsusi qeyd etmək lazımdır. İnformasiya azadlığı, məlumat azadlığı. Şahid mən bax istərdik, o sualla bağlı sizə müraciət edək. Yəni, bugün gənclərimiz informasiya azadlığından necə istifadə edir? Aktivdirlərmi? Bugün Azərbaycanda internet azaddır. Kifayət qədər internetləşmə prosesi bölgələrimizə daxil olmaqla bütün regionumuzu demək olar ki, əhatə edir. Və Azərbaycan gəncləri internet sosial şəbəkələrdən kifayət qədər aktiv istifadə edirlər. Elə bayaq burada söhbət oldu, aprel döyüşləri zamanı Azərbaycan gənclərinin həm təbii ki, cəbhədəki uğurları, həm təbliğatdakı uğurları, o cümlədən sosial şəbəkələrdəki fəaliyyəti təqdirə layiq olan bir hal idi. Bizdə önəmli günlərdə Azərbaycanın təbliğatı zamanı və bizim üçün vacib olan mövzular ətrafında gənclər kifayət qədər aktiv şəkildə məsələlərə yanaşırlar, öz mövqələrini ortaya qoyurlar. Artıq məlumatların yayılması prosesi cəmi bir neçə saniyənin içində baş verdiyi üçün gənclər də bu imkandan istifadə edərək bizim bu reallıqların, görülmüş işlərin, o cümlədən təbliğat və əks təbliğat prosesində işin təşkil olunması baxımından gənclərimiz kifayət qədər aktiv iştirak edir. Və Azam mənim, son olaraq, bəli. İlk dəfə, bəlkə də bu çox vacib bir məsələdir. Bu aprel hadisələrinlə bağlı erməni təbliğat maşını, Azərbaycan istəməyən qüvvələr nə qədər çalışsalar da Azərbaycanı tamamilə başqa tərzdə göstərsinlər, bu alınmadı. Bu cəmiyyətin içərisində formalaşan həm təbii gəncliyin gücünü göstərir, onların vətənpərvərliyini göstərir. Həm də Azərbaycanda Azərbaycanın özünün müasirliyini göstərir. Nə dərəcədə Azərbaycan bugün dünya texnologiyasını mənimsəyib və dünyanın təklif etdiyi metodlardan, üsullardan işləmək iqtidarındadır. Bu çox vacib bir məsələdir.
Alcan müəllim, son olaraq bax sizin gənclərə məsləhətinizi eşitmək istərdik. Uzun illərdir, elə indi də gənclərlə işləyirsiniz, çalışırsınız. Nə deyib, gənclərimizin üzərinə hansı məsuliyyət düşür, hansı vəzifələr düşür? Gənclərimiz nə etməlidir? Bugün gənclərimiz birincisi, bax, həm belə deyək, gənclərimiz bu günləri savadlı olmalıdırlar, sağlam olmalıdırlar. Çünki sağlam və savadlı bizim gənclərimiz bizim Azərbaycanın, böyük Azərbaycanımızın belə deyək ki, gələcəyidir. Bir, ikinci tərəfdən, bax, sağlam gənclərimiz, Azərbaycanın gələcək, belə deyək, müdafiəçiləri də həm sağlam, həm bilikli, həm bacarıqlı olmalıdırlar. Ona görə bizim həm təhsil sistemində olan indiki yeniliklər, ikincisi, idmanımızda və idmanımızda olan diqqət və qayğı və gənclərimizin də, bax, bu həm təhsilə, həm mədəniyyətə, həm idmana, elə deyir ki, idman özü də mədəniyyətin bir növüdür. Bax, bu uşaqlarımızın həvəsləri, gənclərimizin olan həvəslər. Bu sözsüz ki, bizim gənclərimizin gələcəyinin yüksək səviyyədə olmasından və onların yüksək səviyyədə olması da bizim Azərbaycanımızın, belə deyək, qüvvəsindən xəbər verir. Güclü gəncləri olan, sağlam gəncləri olan dövlətin sözsüz ki, müdafiəçiləri də elə yüksək səviyyədə olacaq və o dövlətə heç kim bata bilməz. Təşəkkür edirəm sizə. Minnətdaram studiyaya gəldiniz. Əziz tamaşaçılar, siz Əsas Məsələ tok-şousuna baxırdınız. Bizim qonaqlarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər Arası Əlaqələr Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abuyev və Milli Məclisin deputatı, Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmailov idi. Sonda isə bir məqamı qeyd etmək istərdik. Cənab Prezidentin dediyi bir statı xüsusilə qeyd etmək istərdik, hörmətli qonaqlar. Yəni, bizim bugün danışdığımız məqamlar, ortaya qoyduğumuz, müzakirə etdiyimiz Azərbaycan modeli, Azərbaycanın inkişaf istiqamətləri və getdiyi yoldur. Və Cənab Prezident bir fikri xüsusi olaraq qeyd edib, biz öz yolumuzla gedirik, öz yolumuzla gedəcəyik və Azərbaycan xalqının iradəsindən çıxış edərək öz inkişafımızı davam etdirəcəyik. Bizim müstəqilliyimiz əbədidir, dönməzdir. Salamat qalın, görüşmək ümidi ilə.